Salam, sabahınız xeyir. Geçen dəfədən koyduğumuz gübre yavaş yavaş suyu artık rengini değişir. Görürsünüz, tündləşir. İnşallah bunu havalar isinəndə yavaş yavaş tərəvəzlərimizə vermeye başlayacağıq. Hələ ki o vaxta kimi biraz geçişməlidir. Burada biraz daha var. Dostlar, biz mümkün qədər yediğimiz heç nəyə atmamağa çalışırıq. Yəni təbii ki rayonlarda şəhərdəki kimi, Bakıdakı kimi hər zibilin ayrı qabı yoxdur. Ancaq biz də burada təbiətdə dəyərləndirməyə çalışırıq hər şeyi. Sadəcə plastik şeylər zibilə atmağa çalışırıq. Biraz meyvə qabıqlarından əlavə edirəm ora. Hər dəfə bu formada əlavə edəcəm. Yetişə bilməsi üçün. Bunu koyduğumuz təxminən bir həftə olur artıq. Görsə əvvəlki balonlar çürüməyə doğru gedirlər. Banan qabıqları. Belə. Sonra da inşallah bu tərəvəzimizə verəcəyik ki, su əvəzinə bitkilərin də kökləri daha canlı olsun. Daha sağlıqlı, sağlam, daha bərəkətli məhsul ala bilmək üçün inşallah. Sağ olun.